Mən hətta cavanlara tövsiyə edirdim ki, işin yoxdursa, iş tapa bilmirsənsə, dur get, pulsuz bir yerdə işlə. Bəziləri deyir, bu ağılsız təklifdir. Yox, sən get, Allah görsün ki, sən durub səbr edirsən işin çətinliyinə, Allah həm səni böyüdəcək, həm ruzu verəcək başqa yerdən. Başqa yerdən. Az maaşa gedişdə, əziyyətinə tərəf get, işin puluna tərəf yox. Əziyyətinə tərəf get, pulu gələcək. Əziyyətinə tərəf get. İşin əziyyətinə tərəf. Ona görə deyirik, ruzu qazanan mücahid kimidir, Allah yolunda döyüşən kimidir. Halal ruzu qazanan. Axırda da bu, nə edeyim, ictimai fəaliyyət, dinivə bir xeyir ver, necəsə. Nə bacarığın var, 5 nəfərlə, 3 nəfərlə dinə də xidmət elə, təkcə adamların qarnını doydurmaq yox. Din çünki cəmiyyətin, dövlətin sütunudur, sütunlarından biridir. Dinə xidmət